kvadratı bölünsün a çıxı 3 bərabərdir. Nəyə Benimkisi bərabərdir? de artık Aha, olduğuna göre diyorsan üstler topluyoruz da ya. aha, a 19 çıxı A 3'ləri kvadratı atırsan. Aha, nələr ixtisar getdi? A çıxı 3'lər getdi. Amma bir dənə də A şərti kvadratı qıraqda üstüne qeyd gelsin. eləməlisən ki, a çıx 3 axı 0-ı da ala bilməz. Onu mütləq qeyd elə, yaddan çıxmamış. A da onda fərqli neçə olmalıdır? 3-dən 4. fərqlidir. 3-ü yəni ala bilməz də heç vaxt. Bu nə? Dəyişən mümkün qiymətlər. Bu qalsın kənarda. İndi sadələşdirək. Nə qaldı? 19 üstəgəl a-nın kvadratı bərabər 9a üstəgəl nəyə? 1-ə. Düz. Yenə hamısını keçirək bir tərəfə, sol tərəfə. A kvadratını A birinci kvadratı yazım. Aha. olsun. 9a. Sonra üstəgəl 19 çıx 1 bərabər 0-a. Nə qalır? A kvadratı çıx 9a üstəgəl 18 bərabər 0-a. Onu da nə edəcəm? Necə həll edərəm? Diskriminantını Vietnam'da tapsan. Viet də olar, diskriminant da olar. Necə rahatdır. ne olur? Vietnam 6-3. Aha. Hasili İkisi deməli daha 18 3'den olsun. 2. 6 ilə 3. Cəmdən çevirməli 9 verməlidir. Bəli. Onda kökləri necə yazaram? Bir dəfə nə yazaram? A çıx 6. Bir dəfə nə yazaram? A çıx 3. Bərabər 0. Köklərin biri 6-dır. Bir neçədir? 3-dür. 6 və 3. Hansını götürə bilmərəm? Dedi axı 3-ü götürmək olmaz. Ondan nə Böyle edəcəm? ona göre 3-ü altını götürməyəcəm. Bir dənə 6-nı götürəcəm. Və cavab olur C variantı.